Sən özündən başqa heç kəsi fikirləşmirsən. Sən mənə bu söz deyə bilməzsən. Ya məndən uzaq dur, ya da mən çıxıb gələcəm. Qayıt gəldiyin yerə. Mənim yerim elə buradır, atamın yanı. Nə baş verir burada? Yaşarla Tural mənə deyəndə ki, səndən istifadə edirlər. İnanmadım. Yeni Yaşarla mübahisə eləmirsən? Onun belə saymazlığı məni əsəbləşdirir. Sən onun ayağına getmisən ki, Əsl odur ki, sən çıxmısan, evdəsən. Sən kimsən hə? Məndən xəbərsiz mənim otağıma girirsən. Ona bizim növbəti görüşümüz məhkəmədə olacaq. Mən bilirəm nə etmək lazımdır. bizimkilərdən 50 min pul almısan, hə? 5.000-i verdim xəstəxanaya, 45 mindir burada. Mən də əslində inanmıram. Sən bundan sonra məni aldada bilməyəcəksən. Tural mənə oğul yox, həmişə dostum. Şirkət əldən gedir, heç ona maraqlı da deyil. Sən olsan da, olmasan da, Tural heç vaxt sakit dayanmayıb. Tural hara gedib? Hardan bilim? Sabah xeyir həyatım. Xəyanət 13 aprel saat 22-də Xəzərdə. Sən özündən başqa heç kəsi fikirləşmirsən. Sən mənə bu söz deyə bilməzsən. Ya məndən uzaq dur, ya da mən çıxıb gələcəm. Qayıt gəldiyin yerə. Mənim yerim elə buradır, atamın yanı. Nə baş verir burada? Yaşarla Tural mənə deyəndə ki, səndən istifadə edirlər. İnanmadım. Yeni Yaşarla mübahisə eləmirsən? Onun belə saymazlığı məni əsəbləşdirir. Sən onun ayağına getmisən ki, Əsl odur ki, sən çıxmısan, evdəsən. Sən kimsən hə? Məndən xəbərsiz mənim otağıma girirsən. Ona bizim növbəti görüşümüz məhkəmədə olacaq. Mən bilirəm nə etmək lazımdır. bizimkilərdən 50 min pul almısan, hə? 5.000-i verdim xəstəxanaya, 45 mindir burada. Mən də əslində inanmıram. Sən bundan sonra məni aldada bilməyəcəksən. Tural mənə oğul yox, həmişə dostum. Şirkət əldən gedir, heç ona maraqlı da deyil. Sən olsan da, olmasan da, Tural heç vaxt sakit dayanmayıb. Tural hara gedib? Hardan bilim? Sabah xeyir həyatım. Xəyanət 13 aprel saat 22-də Xəzərdə.